danışmışdıq. Əslində elektrik yükü, elektrik sahəsi, göstərsin başda yazaq. Elektrik yükü, elektrik sahəsi. Keçən də danışmışdıq o məsələdən ki, yəni yüklənmə prosesi necə əmələ gəlirdi? Sürtünmə nəticəsində əmələ gəlirdi. İki cisim əgər bir-birinə sürtünürdüsə, elektriklənirdi. Yəni biz buna sürtürdüksə və yaxud da qələmi saçınıza sürtüb belə kağızları qaldırırdınız məsələn havaya. Sürtünmə nəticəsində elektriklənmə prosesi var idi uşaqlar. Orada da biri müsbət, biri mənfi yüklənir. Fərq etməz indi orada kitablarınıza verib ebanet çubuğuna sürtəndə necə olur, şüşə çubuğa sürtəndə necə olur, hər birisinin ayrı-ayrılıqda yüklənməsini və s. Və yüklənmə uşaqlar təbiətdə iki formada olur, yəni müsbət və yüklü zərrəcikdən söhbət gedir uşaqlar. Müsbət yüklü zərrəciyimiz var, mənfi yüklü zərrəciyimiz var, bir də yüksüz zərrəciyimiz var uşaqlar. Müsbət yüklü zərrəcik çoxdur, yəni fərqli müsbət yüklü zərrəciklər var. Onlardan məsələn biz indi baxarıq, ən kiçik dediyimiz yüklərdən birisi protona baxarıq məsələn. Mənfi yüklü zərrəcik də çoxdur. Amma elektrona baxaq. Demək olar ki, elektrona baxaq. Yüksüz zərrəcik də yenə başqa yüksüz zərrəciklərimiz var, amma daha çox istifadə olunur neytron. Neytrona baxaq. Yük nə idi uşaqlar? Bu müsbət yüklər, mənfi yüklərin bir-birlərini cəzb edib itələməsi var idi uşaqlar. Bu müsbət yüklər və mənfi yüklər. Əgər müsbət mənfi idisə, bunlar bir-birlərini cəzb edirdi. Hər ikisi müsbət idisə, bunlar bir-birlərini dəf edirdi və ya hər ikisi mənfi idisə, bunlar da bir-birini dəf edirdilər. Həmən qüvvə, biz o qüvvədən danışacağıq ki, bu qüvvə hansı qüvvə idi? Kulon qüvvəsi idi. Bəli, kulon qüvvəsi idi. Yük Q hərfi ilə işarə olunur. Q bərabərdir N vurulsun Y düsturu ilə tapılır. Y elementar yükdür, təbiətdə tapılmış ən kiçik yükdür, müsbət mənfi 1/6 vurulsun 1/6 vurulsun 10 üstü mənfi 19 kulondur. Yükün vahididir. Yaddan çıxartmayaq. Yükün vahidi uşaqlar 1 kulondur. Kulonun açılışı buradan gəlmir. Kulonun açılışı amper vur saniyədən gəlir. Gələcəkdə ona baxacağıq. Yəni əsas vahid kimi amper vurulsun saniyədir. Amperi keçmədiyimiz üçün hələlik ondan gəlmirik, amma açılış olaraq oradan gəlir. Bu N nədir? Qopan və birləşən elektron sayıdır. Aydındır. Əgər özünə elektron birləşdirirdisə bir atom mənfi yüklənirdi. Özündən elektronu verirdisə necə yüklənirdi? Müsbət yüklənirdi və iona çevrilirdi. Neytral nə idi? Üzərində olan elektron və protonların sayı bərabərdirsə biz ona neytral deyirdik. Yəni bir atom götürürdük, atomun nüvəsinin tərkibindəki, yəni protonlar var, elektronlar var idi uşaqlar. Biz deyirik ki, məsələn, neçə dənə elektron varsa, o qədər də daxilində proton varsa, neytronlar da olur da bu heç. O qədər də daxilində proton varsa, bu neytraldır. Əgər özündən elektron verirsə, müsbətlərin sayı içəridə çox olur, mənfilərin sayı az olur, çevrilir, müsbət olur. Əgər özünə elektron birləşdirirsə, elektronların sayı çox, müsbətlərin sayı, mənfilərin sayı çox, müsbətlərin sayı az olduğuna görə yük olaraq mənfi yüklənir. Orada o kitabda, qırmızı kitabda da o daha ətraflı sizin üçün elektroskoplarda göstərilib. Yəni o tam o detaylı şəkildə onlara girməliyik, amma çox gözəl incə-incə onlar verilib sizin üçün. Yəni elektroskopa mənfini mənfiyə yaxınlaşdırdığımız zaman, müsbəti müsbətə yaxınlaşdırdığımız zaman, müsbəti yüksüzə yaxınlaşdırdığımız zaman, neytrala yaxınlaşdırdığımız zaman və s. hansı hadisələr baş verir, onları daha ətraflı orada göstərmiş olur uşaqlar. Kulon qüvvəsi. Kulon qüvvəsi. Uşaqlar, iki yüklü zərrəcik götürsək, eyni gravitasiyada olduğu kimi. Bu dərsin yaxşı bir tərəfi odur ki, uşaqlar, bəzən uşaqlar deyə tez unuruq. Ümumdünya cazibə qanundakı proseslə bunlar bir-birləri ilə hərəkətləri eynidir, gedişatları eynidir. Burada bizim yüklü zərrəciyimiz, bu Q1 yüklü zərrəcik olsun, bu Q2 yüklü zərrəcik olsun. Onların mərkəzlər arasında biz məsafəyə bir R desək, baxın, bizim kulon qüvvəmiz bu yüklərin miqdarları Q1 ilə Q2 ilə modulca düz,
aralarındakı məsafənin kvadratı ilə məhz tərs asılıdır. Modulları xüsusi diqqət yetirəcəksiniz. Düsturda da biz bunları bəli-bəli yazmış oluruq və yazarkən nə yazırıq? F bərabərdir Q1, Q2, bax bunlarla modulca düz. Aralarındakı məsafənin kvadratı ilə tərs idi. Bura biz bir dənə K əlavə edirdik. Ümumdünya cazibəsi qanunda necə idi? M1, M2 bölü R kvadratı idi. Amma burada isə nə yazırıq? Q1, Q2. Yəni o M kütləli cisimlərin tərkibindəki yüklərə təsir edəndən söhbət gedir. K da orada J var idi, böyük J var idi, qravitasiyya sabitidir. Burada isə elektrik sabiti kimi də götürürük. Kulon sabiti içində deyirik uşaqlar. 1 bölünsün 4 pi epsilon 0-dır. Ədədi qiyməti nə qədərdir uşaqlar? 9 vur 10 üstü 9-dur. Bunun sabit kəmiyyətdir, ədədi qiyməti budur. Buradakı epsilon nədir uşaqlar? Elektrik sabitidir. Elektrik sabiti. Yəni bu da sabit olan bir kəmiyyətdir. Onda düsturumuzu yazsaq, bax bu qüvvənin adı Kulon qüvvəsidir. Yüklərin miqdarları ilə düz, aradakı məsafənin kvadratı ilə isə məhz tərs mütənasib asılıdır. Uşaqlar, yüklərin indi saxlanması var, superpozisiya prinsipi var, diskretliyi var. Onlar haqqında qısa bir məlumat olaraq bilsəniz bəs edir. Yəni ümumi yüklərin qapalı bir prosesdə saxlanması eynidir. Ondan sonra diskretdir, yəni bölünə-bölünə gedə bilir. Ondan sonra bizim demək ümumi, yəni deyim prosesdə ümumi yüklərimiz bərabərdir və s. Bu yüklər uşaqlar, bu Kulon qüvvəsinə birazdan qayıdacağıq. Yəni bundan ətraflı danışacağıq. Ya da bu hissəsini yekunlaşdıraq, sonra bura qayıtmış olaq. Bizim üçün 2 dənə müsbət yük götürsək, hətta 3-cü müsbət yükü götürsək, bura 1 nöqtəsi, bura 2 nöqtəsi, bura 3 nöqtəsi. Bunlarda yekun əvəzləyici hansı istiqamətdə yönəlir? Hər birisinə. Müsbəti nə edirdi? Dəf edir. Bu müsbəti nə edir? Bax, bunlar da bir-birində. Bu müsbət yükü nə edir? Bunlar da bir-birini dəf edirlər. Bunların yekun qüvvələri hara yönəlir? Bax, onların ortasına, yəni əvəzləyici qüvvə məhz bunların nəyinə yönəlir? Ortasına yönəlir uşaqlar. Bu şəkildə. F əvəzləyici bu istiqamətdə yönələr. Yaxşı. Biri müsbət, biri mənfi, burada mənfi olsa nə olacaq uşaqlar? Onda müsbət mənfi bir-birini cəzb edir. Mənfi mənfini itələyir, bunlar da bir-birini itələyir. Bu müsbət mənfini də cəzb edir. Yenə də yekun nəyə yönələcək? Məhz bunların ortasına. Həmişə yaddan çıxartmayaq ki, yekun qüvvə, əvəzləyici qüvvə bunların ortasına yönəlmiş olur. Kulon qüvvəsi ilə yekunlaşdıraq, yəni burada elə bir şey yoxdur. Gəlirik uşaqlar bizim yüklərimizin paylanmasına. Yüklərin bir-birlərinə toxunduqları zaman uşaqlar avtomatik olaraq yüklərdə alış-veriş prosesi olur. Yəni orada demək potensialları müxtəlif olan yüklər həmən dəqiqə potensialları bərabərləşməsi üçün yüklərin radiuslarına görə dəyişən sistemdir. Həmən dəqiqə axım baş verir uşaqlar. Ümumiyyətlə çalışırlar ki, yüklər bir-birlərini neytrallaşdırsın. Məsələn, tutaq ki, hər hansı bir cisim müsbət yüklüdür. Yerə qoyduğumuz zaman torpaq mənfi yüklüdür. Torpaq o müsbət yükü alır özünə, o cismi neytrallaşdırır. Məsələn, insanı top vuranda nə edirlər? Torpağa basılmaqda məqsəd odur ki, o adam yüklənib. Cisim mənfi də yüklənsə fərq etməz. Cisim mənfi yüklüdür, əslində torpaq da mənfi yüklüdür, amma yenə torpaq o yük özünə çəkmiş olur. Səbəb nədir? Torpağın potensialının çox-çox böyük olmasıdır. Torpağın potensialı o qədər böyükdür ki, müsbəti də mənfini də özünə çəkə bilir uşaqlar. Ona görə də torpaqlama anlayışı var. Torpaqlama anlayışı nədir? Bəzən cihazların yanında görəcəksiniz ki, cihazın yanında bir tok aparıb yerə birləşdirib yer bu torpaqlamadır. Məsələn, tutaq ki, burada hər hansı bir kürə var. Bu bura bağlıdır. Bir dənə xətti gətirib torpaqlama bu belə bir çarədir. Yəni torpağa verməkdə məqsəd odur ki, uşaqlar bunda yaranan yüklənmə torpağa ötürülsün, torpağa keçsin. Harada istifadə olunur? Obyektlərdə, evlərdə, tikintilərdə, maşınlarda, hər şeydə torpaqlama anlayışı var. Evdən bir xətt aparıb torpağa ötürürlər ki, ev yüklənərsə torpağa axım etsin, getsin. Ona armatur vasitəsilə ötürülür. Evin binəsində qurulur o sistem çox vaxtı. Binalarda bu torpaqlama anlayışı var. İldırım çaxanda binaların başında
dəmirlər olur. Vurarkən birinci onu vurmuş olur. Oradan da düz torpağa ötürülür ki, binaya hər hansı bir yükləmə və ya zədə verməsin. Benzin doldurma məntəqələrinin arxasında mütləq elə turbalar bastırılır ki, vuranda birinci onu vursun, oradan da yerə ötürülsün. Onlar da müəyyən hündürlükdə olur deyə vuranda birinci onu vurmuş olur. Yəni hündürlükdə tikilməkdə məqsəd olur. Maşınlarda görmüsünüzsə, daha çox da yük daşıyan maşınlarda müşahidə olunur və ya təhlükəli maddə daşıyan maşınlarda müşahidə olunur ki, maşının ön hissəsində və ya arxa hissəsində aşağı sep buraxılır, zəncir buraxılır. Səbəb, yüklənən o maşın ola bilsin ki, o qədər sürtünür, gedir, gəlir, benzin onun içərisində sürtünür, yük əmələ gəlir və həqiqətən də partlayacaq bir duruma gəlir, o zəncir vasitəsilə yerə ötürülür, olur torpaqlama, yəni ondakı yüklənmə yerə ötürülür, hər hansı bir hadisənin qarşısı alınmış olur. Bəli. İndi gəlin uşaqlar, 2 dənə biz yük götürək. 2 yükün radiusları eyni olan, radiusları müxtəlif olan 2 dənə yük götürsək, baxaq proses necədir. Məsələn, gəlin birinci radiusları eyni olan, R1 bərabərdir R2 olan 2 radiusu yük götürək bu formada. Bununki Q1'dir, bununki Q2'dir. Qoy Q1'imiz olsun 6 kulon, Q2 olsun mənfi 2 kulon. Bunlar kilogram yazılır, kulon. Burada kilogramı öyrəşdik ki, kulona keçəndə kulon. Bunlar uşaqlar bir-birlərinə əgər toxundurulsa, və yenidən əvvəlki vəziyyətindən uzaqlaşdırılsa, toxunan kimi yenə deyim ki, alış-veriş baş verir. O zaman Q1, buna mən Q1 ştrix deyim, buna da mən Q2 ştrix deyim uşaqlar. Əgər radiusları bərabərdirsə, bunlar arasındakı paylanma eyni olur. Bəli, Q1 üstə gəlinsin, Q2 bölünsün 2 kimi. 6 üstə gəlinsin, mənfi 2 eləyir 4 bölünsün 2, bu da eləyər 2 kulon. Bax, bu da 2 kulondur. Bax, bu da neçə kulon olacaq? Elə 2 kulon olacaq. Bəli, çünki hər ikisi eyni şəkildə olacaq. Yəni, onda biz yazarıq ki, Q2 də elə Q2 ştrix, Q1 ştrixə bərabərdir. Onlar da... Hə? Bu mənfi deyil, bu bərabərdir. Hə, o mənada deyirsən? Hə. Bəli, bəli. Onda biz deyirik ki, Q1 üstə gəlinsin, mənfi Q2 bölünsün 2. 6 üstə gəlinsin, mənfi 2, 4 bölü 2, o da eləyir 2 kulon. Hər birisi 2 kulon olaraq parçalanır. Əgər radiuslar müxtəlifdirsə, necə yazırdıq uşaqlar? R1, R2-yə bərabər deyilsə, necə yazırdıq? Onda Q1 ştrix bərabərdir uşaqlar. Q1 üstə gəlinsin, Q2 bölünsün, R1 üstə gəlinsin, R2. Əgər birincisini tapsaq, R1-ə vururduq. Əgər ikincisini tapası olsaq, Q2 ştrix bərabərdir. Q1 üstə gəlinsin, Q2 bölünsün, R1 üstə gəlinsin, R2 vurulsun. Əgər ikincisini tapacaqsa, məhz R2-ni özünə vurmuş olacaq uşaqlar. Əgər ikincisini tapası olsaq. Bəli. Bir də burada məsafəni unutmayın da, bu bayaqlar burada da ifadə elədim. Burada R mütləq həmişəki kimi nə arasında məsafə sayılacaq uşaqlar? Kürələrin mərkəzləri arasındakı məsafə. Bəli, o mərkəzlər arasında mütləq bunları yaddan çıxartmayın. Həm ümumdünya cazibə qanununda o önəmlidir, həm bax burada o önəmlidir ki, uşaqlar. Mütləq mərkəzlər arasındakı məsafəni götürməyimiz lazımdır. Uşaqlar, indi elektrik sahəsinin intensivliyi dedikdə nəyi nəzərdə tuturuq? Elektrik sahəsi deyəndə nəyə nəzərdə tuturuq? Yükün sahəsi deyəndə nəyi nəzərdə tuturuq? Yəni, yük deyəndə və ya yükün sahəsi dediyimiz kimi təbiətdə mövcud olan yükün zərərciklər müsbət mənfi tiplidirlər uşaqlar. Bunların sahəsi deyəndə nə nəzərdə tuturuq? Əgər burada bir müsbət yükümüz varsa, maqnitə bənzəyir. Maqnitlə bunu misal vermək olar. Amma maqnit ayrı bir qüvvədir, elektrik ayrı bir qüvvədir. Amma misal vermək olar. Nümunə göstərsək, səhv etməmiş olaraq, bənzərdilər. Onların o təbiəti olaraq dedik ki, cazibə və itələmə məsələsinə görə. Məsələn, elektrik yükü maqnitə bənzəyir. Əgər burada bir müsbət yük varsa və ya bir mənfi yük varsa, biz onu yaxınlaşdıranda və ya uzaqlaşdıranda maqnit nə olur? Məsələn, maqnitə yaxınlaşdırıb baxırıq ki, uzaqdan bir-birini cəzb edir. Və yaxud da ki, əkslərsə eyni qütblərcə bir-birini itələyir. Elektrik sahəsində də eləyədir uşaqlar. Müsbət bir yük varsa, ətrafında bir sahə var.
Ona elektrik sahəsi deyirik. Yəni yükün sahəsi gedirik. Yəni baxın, ətrafında bir sahə yaranır. Həmin sahə, bax, ətrafında bir sahə yaranır. O sahə yükün öz sahəsidir. Burada mənfi yük varsa, mənfi yükün də öz sahəsi var uşaqlar. Və elektrik sahəsi unutmayın, açıq sahədir, qapalı sahə deyil. Müsbətdən çıxar xətlərimiz, müsbətdən çıxar, sonsuzluğa gedər, varsa mənfiyə gedəcək. Bax, müsbətdən çıxar. Bu şəkildə. Mənfidə də varsa müsbət, müsbətdən gələcək. Yoxdursa uşaqlar, baxın, sonsuzluqdan bu şəkildə gəlmiş olacaq. Bax, bu xətlər, qüvvə xətləri və yaxud da ki, biz buna intensivlik xətləri deyirik. İntensivlik, axırdan ikinci bizim vektorial kəmiyyətimiz idi. Və ya biz buna intensivlik xətləri deyirik uşaqlar. Bu xətləri də, 40 xətləri də gələn, yəni dərsimizdə bunlardan danışacaq. Bu, demək, ekvipotensial xətlərdir. Onlara bir qabaqda baxacağıq. Bax, intensivlik Y bərabərdir. Bu qüvvənin, yəni sınaq yükünə nisbəti, bu Kulon qüvvəsinin sınaq yükünə nisbəti. Sınaq yükü nədir uşaqlar? Bax, yükün biri mərkəzi yükdür. Bizə bir dənə nəzərdə bu hissədə həmişə diqqətli olaq. Yükün biri mərkəzi yükdür. Nöqtəvi yükdür. Fərq etməz. Əgər mənfidirsə, mənfini götürəcəyik. Müsbətdirsə, müsbəti götürəcəyik. Buna yaxınlaşdırıb, uzaqlaşdırdığımızda isə sınaq yükü deyirik. Bax, buna deyəcəyik, məsələn, bu sınaq yüküdür. Bayaq ki, qüvvəni yazmadıq ki, F bərabərdir K, Q1, Q2 böl R kvadratı yazmadıq. Bax, burada Q1, Q2, bu Q0'dır. Bir də ki, bu Q sınaqdır. Yəni, qüvvə olması üçün sınaq yükü mütləq vacibdir. Sınaq olmasa qüvvəni təyin edə bilmərik. Yəni, bir yükə qüvvə təsir edə bilər? Xeyr. Ona görə mütləq onun yanından başqa bir qüvvə gətirmemiz lazım ki, cəzb edəcək, yoxsa itələyəcək. Ona görə də sınaq yükündə Kulon qüvvəsi həm Q0'dan, həm sınaq yükündən asılıdır. Amma gəlirik bizim intensivliyimizə. Bizim intensivliyimiz uşaqlar, baxın, burada nə o qüvvədən, nə sınaq yükündən asılı deyil. Yükün özündən asılıdır. Yükə görə dəyişir. Özü onsuz da bu sahəni yaradacaq, özü onsuz da bu xətləri ötürəcək. Ona görə də bizim intensivliyimiz, Y-miz nə F-dən, nə Q sınaqdan asılı deyil. Bəs nədən asılıdır? Gəlin bu F açaq. K, Q0, Q sınaq bölünsün, R kvadratı bölünsün Q sınağa. Buradan Q sınaqlar ixtisar edər, qalar K, Q0 bölünsün, R kvadratı. Baxın, nəydən asılı oldu bizim intensivliyimiz? İntensivliyimiz asılı oldu Q0'dan düz. O da eyni ilə məsafənin kvadratı ilə bizim intensivliyimiz məsafənin kvadratı ilə məhz tərs asılıdır. Bəli, elektrik sahəsinin intensivliyi. Bax, bizim həmişə istifadə edəcəyimiz düstur, bax bu düsturdur. Tez-tez bunu istifadə edəcəyik. Y bərabərdir K, Q0 bölünsün, R kvadratı. Bizim intensivliyin düsturudur uşaqlar. Unutmayın. Asılı olduğu kəmiyyətlər də bax bu kəmiyyətlərdirlər. Yəni, nə Q0'dan, nə Q sınaqdan, nə də o F qüvvəsindən asılı deyil. İndi uşaqlar, yüklərə elektrik sahəsinin intensivliyi necə təsir edir? Bir indi buna baxaq. Bəhman, məsələn, burada müsbət yük var, burada mənfi yük var, burada A nöqtəsi götürürük. Deyirik ki, yekun intensivlik hara yönəlir? Vektorial kəmiyyətdə biz yekun qiymət tapa bilirik. Müsbətdir, özündən neyinir? Kənara çıxırmı? Buna 1 deyim, buna 2 deyim. Bu olacaq nə? Y1. Y2-ci də özünə doğru gəlirmi? Mənfiniki də neynir? Özünə doğru gəlir. Bu xətlər intensivlik xətləridir. Özünə doğru gəlirmi? Bəli, burada Y2 nə olacaq? Məhz Y1 üstə gəlsin, Y2 olacaq. Hər ikisi mənfi olsa nə olar? Mənfi, mənfi, yenə A nöqtəsi mərkəzdən götürəm. Bu mənfinin özünə doğru, bu mənfinin də özünə doğru. Bura olsun Y1, bura olsun Y2. Onda Y2 bərabərdir. Modulda Y1 çıxılsın Y2 şəkildə. Müsbət də olsa hel olacaq da, düzdürmü? Bu müsbət, bu müsbət, bura A nöqtəsidir. Bu müsbət 1'dir, bu 2. Birinci özündən kənara, ikinci də özündən kənara. Onda Y2 nə olacaq? Modulda yenə Y1 çıxılsın Y2. İstiqamət olaraq, əgər mərkəz olsa, gələk istiqamətləri hara yönəlir? Bu yadınızdadırmı? İstiqamət
Necə? Necə? Əvəzləyici, yəni yekun intensivlik hara yönələcək? Radiusu az olan tərəfə. Yəni, məsələn, birincisi məsələn, radiusu yəni məsafəsi çoxdursa, amma ikincisinin məsafəsi az. Demək o da olmuşsa, onu daha çox olan tərəfə. Baxaq. Bunun üstündə biraz duracağıq da. Məsələn, deyirik ki, bura -3'dür. Bu olsun, elə Q0'dır, yəni Q olsun. Burada da -3'ümüz var, bu da Q'dur. A nöqtəsini burada götürürəm. Yekun hara doğru yönələcək? Bu 1'dir, yəni Q2 bu olsun, bu Q1 olsun. Hə? Fikir verək, bu Y1 bura doğru yönəlir, Y2 hara doğru yönəlir? Y2 bu istiqamətdə yönəlir, hə? Yekun bərabərdir modulda Y1 çıxılsın Y2 deyilmi? Hansı böyükdür? Məsafəsi kiçik olanın, çünki Y R ilə kvadratik tərs asılıdır da. Məsafəsi kiçik olan intensivliyi böyükdür. Ona görə Y1 çıxır Y2, yəni istiqamət olaraq bu istiqamətdə yönələcək. Aydındır. Yük versə, onda biz düsturu tətbiq etmemiz lazım. Q0 bölünsün, yəni Q'yu da nəzərə almamız lazım. Gravitasiyada da belə idi. Kiçik şey bərabərdir, böyük şey, böyük M böl R kvadratı. Orada M-i necə nəzərə alırdıq, R-i necə nəzərə alırdıq? Burada da eyni şəkildə nəzərə almaq lazımdır. Bəs yaxşı, ikisi də müsbət olsa nə olar? Bu müsbət, yenə A nöqtəsi götürürəm. Bu Q1, bu Q2. İndi fikir verin, uşaqlar. Q1-inki hara yönələcək? Bu tərəfə, Y1. Aydındır. Q2-ninki hara doğru yönəlib? Bu istiqamətdə. Bu da nədir? Y2. O da Y2'ün onsuz da modulda Y1 çıxılsın Y2'dir. İstiqamət olaraq hara yönələcək? Sağa yönələcək. Səbəb? Çünki Q1'in məsafəsi kiçikdir. Q1'in məsafəsi, intensivliyi böyükdür. Bəzən uşaqlar nəyi nəzərə alır? Ay müəllim, buradan bura. Baxın, bəli, buradan bura məsafələrə baxacaqsınız. Yəni bu xəttlərinə fikir verməyin, yəni. Y1'in xətti bu tərəfə yönəlib. Amma Y1'in yükdən bura qədər, A nöqtəsinə qədər olan məsafəyə baxmağımız lazım. Burada məsafəsi kiçikdir, intensivliyi böyükdür. Q2'nin məsafəsi böyükdür, intensivliyi kiçikdir. Bəli, Y2 bu istiqamətdə, tərsinə yazıq, Y2 bu istiqamətdə yönələcək. Yaxşı, nəzrin, hansın ki böyük oldu? Birinci böyük deyil, hara yönəlib intensivliyi? Özündən kənara deyil. Hə? Yox, ikisi də müsbətdir. Hə, mənfidir, bu özünə doğru gəldi. Yenə də bu tərəf böyükdür, amma özündən kənara çıxırıq. Müsbət özündən kənara çıxırıq. Aydındır. Və yenə buranın məsafəsi kiçikdir, intensivliyi böyükdür. İstiqamət olaraq bu istiqamətdə yönələcək. Başa düşürsən? Və yaxud da ki, buranı müsbət verər, A nöqtəsində yekun intensivliyi soruşar. Bu müsbətinki özündən kənara, bu müsbətinki də özündən kənara. Yekun hara yönələcək? Yekun aşağı yönəlmiş olacaq. Və yaxud da ki, bu mənfi, bu müsbət, yenə A nöqtəsi götürək. Müsbətinki özündən kənara, mənfininki isə özünə doğru yönəlir. Yekun məhz bu tərəfə yönəlmiş olacaq. Buna 1 desək, buna 2 desək, bu olacaq Y1, bu olacaq Y2. Bu istiqamətdə Y2 isə qiymətini soruşmur. Qiymətini soruşsa kosinüslər teoremi ilə bilirsiniz. Yəni bucaq altında onların kök altda kvadratları cəmi ilə tapa bilirik. İndi bir cins elektrik sahəsi, qeyri-bir cins elektrik sahəsi. Yazıram birinci, bir cins. Bir də qeyri-bir cins elektrik sahəsi var. Onu da elə buraya yazmış olaq. Qeyri-bir cins. Biləm, elektrik yükün imkan varsa bugün yekunlaşdıraq da, yəni elektrik yükünün ümumi dəyərsini yekunlaşdıraq, testlərinə sonra baxar. Bir cins elektrik sahəsi nədir uşaqlar? Bir cins elektrik sahəsi odur ki, bir-birlərinə paralel qalan intensivliyi, ədədi qiyməti və istiqaməti, intensivliyin ədədi qiyməti və istiqaməti bərabər olan sahələrdir bir cins elektrik sahəsi. Bu çıxış nöqtədir. Hardan çıxır həmişə? Müsbətdən. Hara doğru gəlir? Mənfiyə doğru gəlir.
bütün nöqtələrdə intensivliyin qiyməti eyni olacaq uşaqlar. Məsələn, 1 nöqtəsi, 2 nöqtəsindən 3 nöqtəsi götürsək, Y1 bərabərdir Y2-yə, o da bərabərdir nəyə? Y3-ə. Qüvvələr də eyni ilə bərabərdir. Bizim elektrik sahəsində daxil olan yükümüz bərabərdirsə, yükümüz eynidirsə, bütün nöqtələrdə bizim qüvvəmiz də yeri gəldikdə bərabər olmuş olur. Yəni, bəzən burada bir müsbət yük olsa, biz bəzən deyirik ki, bu müsbət mənfiyə yaxındır, bunun qüvvəsi böyük olacaq. Xeyr. Tam tərsinə, elə ki, bu sonsuzluqdadır, sonsuzluğa doğru gedir. Bu da sonsuzluqdan gəlir. Aydındır, yəni bütün nöqtələrdə bizim eyni ilə qüvvəmiz də bərabər olacaq. Buna görə də intensivlik bir cinsdə deyil, qeyri-bir-cinsdə qüvvələrimizdə müxtəliflik yaşada bilərik. Yəni, burada bizim çünki F bərabərdir Q, Y düstürü, Y də sabit. Necə? Ona görə təcil də bərabər. Aydındır? Ona görə təcillənmə də bərabər təcillənmə ilə davam edəcək. O zaman bir cins elektrik sahəsinə daxil olan yüklü zərrəciklər. Məsələn, müsbətdir. Tutaq ki, sağa doğru gedir sürəti ilə. Bunun qüvvəsi hara yönələcək? Çünki müsbət mənfi cəzbədə qüvvə də sağa gedir. Sonra bu hərəkət necə hərəkət adlanacaq uşaqlar? Bərabər yeyinləşən. Bəli. Bərabər yeyinləşən. Məsələn, müsbətdir, amma bu tərəfə hərəkət edir. Bəli. Çünki baxın, V-si belədir, bunun qüvvəsi bu istiqamətdə yönələcək. Qüvvəsi bu istiqamətdə sürətlə qüvvə və ya təcil əks olarsa, bu necə adlanır uşaqlar? Yavaşlayan deyəcək və ya buna bir dəfəlik bərabər yavaşlayan yaza bilərik. Bərabər yavaşlayan hərəkət edəcək. Və yaxud da ki, fərqi yoxdur. Mənfi yükdür. Mənfini bu tərəfə göndərsək, V sürəti ilə qüvvə hara yönələcək? Bu tərəfə yönələcək. Yenə bu yavaşlayandır. Bəli, bərabər yavaşlayan hərəkət edəcək. Bərabər yavaşlayan hərəkət edəcək. Bura hər hansı bir dipol da gətirə bilərik. Dipol bir tərəfi müsbət, digər tərəfi mənfi olan bir sistemdir. Yəni, bura mənfi, bura müsbət olsa, müsbət sağa yönələcək, mənfi hara yönələcək, bu tərəfə yönəlmiş olacaq və düzlənəcək sonra. Müsbət bir tərəfə, mənfi bir tərəfə düzlənmiş olacaq. Bunların mı bir-birlərinə? Bunların bir-birlərinə təsiri olacaq, amma məsələn, biz elə bir götürək ki, təsir olmasın da minimal olsun ki, yəni onların yönəlməsini yönləndirək də, hara doğru daha çox yönələcək. Ümumiyyətlə, sahəyə gəldikdə, sahənin qüvvəsi böyük olur. Sahənin qüvvəsi böyükdür deyə istiqamətlə. Amma bunlar bir-birinə yaxın olsa, əlbəttə ki, yenə də bunlar bir-birinə yapışar. Yapışdıqdan sonra yenə bunlar belə duracaqlar. Aydındır, yenə mənfi bu tərəfə, müsbət bu tərəfə bu formada yapışdıqdan sonra yenə olsa bir-birlərinə bu formada duracaq. Hə? Yapışmasalar belə vəziyyətdə getmir ki, deyirəm, mənfi öz nə tərəf çəkəcək, müsbət də bu tərəfi çəkəcək də. Aydındır. İndi orada qaldı ki, hansı istiqamətdə? Sən bir əlin üstünü yürü gəl. Hə? Get. Dəqiq. Hə. Bəs qeyri-bir-cins nə deməkdir uşaqlar? Qeyri-bir-cins nə deməkdir? Bizim dediyimiz kimi bütün nöqtələrdə bayaqlar nöqtələr seçdik, qeyd yazmadıq bura uşaqlar. Yəni Y1 bərabərdir Y2-yə, o da bərabərdir Y3-dür. Yaddan çıxartmayaq. Qeyri-bir-cins sahə nədir uşaqlar? Qeyri-bir-cins sahə intensivlikləri bərabər olmayan sahəyə qeyri-bir-cins sahə deyilir uşaqlar. Baxın bu şəkildə intensivliklərimiz bərabər olmayan sahəyə qeyri-bir-cins sahə deyirlər. O da belə çıxır ki, bura mənfidir. Hə, bura mənfi toplanır. Bunlar nədir? Müsbətdir. Və yaxud da ki, müsbətdən çıxar, mənfiyə doğru eyni proses davam etmiş olar, fərq etməz. İndi baxın, bura daxil olan yüklü zərrəcik. Baxın uşaqlar, burada intensivliklərimiz qeyri-bir-cins olduğu üçün sıxlaşdığı nöqtədə intensivlikimiz həmişə artır. Bir-birinə yaxın olarsa, sıxlaşarsa, intensivlik həmişə artır. Məsələn, 3 nöqtə götürsək, 1, 2, 3 nöqtə götürsək, onda mən bura Y3, bura Y2, burada Y1 desəm uşaqlar, həmişə 3 2-dən böyükdür, 2 də 1-dən böyük olmuş olacaq. Yəni, get-gedə bizim intensivliyimiz artır və yaxud da ki, belə olmuş olsa, bu formada olmuş olsa,
Tutaq ki, bura müsbətdir, uşaqlar, bura müsbətdir, amma bura nədir? Mənfidir. Get-gedə intensivliyimiz azalmış olacaq. Aydındır, bura get-gedə artır, burada isə intensivlik get-gedə azalmış olacaq. İndi bu daxil olan bir yüklü zərrəciyimiz var. Məsələn, daxil olduğu müsbət yüklü zərrəcik bu istiqamətdə V sürəti ilə gəlir. Bunun bu istiqamətdə qüvvəsi də bu istiqamətdə yönəlmiş olacaq. Bəli. F bərabər idi QY. Buradan da o da MA-ya bərabər olsa, A da bərabər olur uşaqlar QY bölünsün M-ə. Yük sabit, kütləsi sabit. Əgər intensivliyim artırsa, mənim təcillim də artacaq. Onda bu istiqamətdə gedişdə artan təcillə yeyinləşən hərəkət edərək hara doğru gedəcək? Bu istiqamətdə gedəcək. Onda biz buna yazarıq ki, necə hərəkət oldu? Artan təcillə yeyinləşən. İndi bura daxil olan mənfi yüklü zərrəciyimiz V sürəti ilə getsə, bunun qüvvəsi hara yönəlir? Bu istiqamətdə yönəlir. Amma öz başına deyil ki, məcbur aparmağa çalışırıq da, mənfi üzərinə gedir, təcil artır, amma sürət azalır. Onda nə deyəcəyik? Artan təcillə yavaşlayan. Bəli. Buna deyəcəyik biz, bəs artan, bəli. Bəli. Mənfi yükdür. Hara doğru gedir? Mənfin üzərinə gedir. Sürət neyniyəcək? Azalacaq. Amma təcil get-gedə neyniyir? İntensivlik artdıqca təcil də neyniyir? Artır, onca azan təcillə, artan təcillə məhz yavaşlayacaq. İndi həmən yüklü zərrəciklərimizin biri bu tərəfə hərəkət etsə nə olacaq uşaqlar? Məsələn, sürəti belədir, qüvvəsi də bu istiqamətdədir. Bəli, onda deyəcəyik ki, azalan təcillə yeyinləşən və ya azalan təcillə yavaşlayan. Burada unutmamaq lazımdır ki, təcilin artıb azalmasını qüvvəyə görə təyin edilir uşaqlar. Onda biz deyəcəyik buna məhz azalan təcillə yeyinləşən. Səbəb niyə yeyinləşdi uşaqlar? Çünki müsbət mənfin üzərinə gedir, yeyinləşir. Bunu genetik əlaqədə o qədər yadınıza gəlir. Biz dedik, genetik əlaqədə buna aid suallar çoxdur. Qəbula da bu çox-çox tez-tez düşür. Yəni, istər bizcins, istər qeyri-bizcins çox-çox tez düşür uşaqlar. Bunu unutmayın. X toxunu verir, impulsu verir, enjəkdə yerləşmənin zamanı asılı qrafiklərini və s. bizə tez-tez verir deyə onlar da bizdən tez-tez məhz soruşur uşaqlar. Bunu yaddan çıxartmayaq. Bizcins və qeyri-bizcins sahədə bizim onda belə çıxır ki, burada bir müsbət yükümüz var. Bunun yanına biz başqa bir müsbət yük gətirsək, V sürətilə gətirmək istəyirik bunun yanına. Bunların qüvvələri hara yönələcək? Əks yönələcəkmi? Eləmi? Qüvvələr əks yönələcək. Mən bunları bir-birinə yaxınlaşdırsam, məcburi yaxınlaşdırıram. Sürət avtomatik olaraq neyniyəcək? Bəs sürət azalacaqsa kinetik də neyniyəcək? Azalacaq. Qarşılıqlı təsirləri artırmı? Kinetik azalırsa potensial artır dedikdə. Səbəb nədir? Çünki bunlar birbirine yaxınlaşır, qarşılıqlı təsirləri artır onda. Onda potensial neyniyəcək? Potensial enerjimiz artacaq. İş hərəkətlə əks olduğu üçünmü? Kinetikə görəmi? Nəyə görə siz yanaşmazda fərq etməz? Bizim işimiz də burada neyniyəcək? Azalmış olacaq. Yaxşı, yaxınlaşdırırıq, qüvvə neyniyəcək? Artacaq. Bir-birini itələmələr daha da artır. Məsafə azalır aralarında, hə? Kulon qüvvəsinə görə F bərabərdir K, Q1, Q2 bölünsün R kvadratı. Əgər bu azalırsa, bu artmalıdır da. Qüvvə neyniyəcək? Artacaq. Qüvvə artırsa, təcil neyniyəcək? Artacaq. Hərəkət necə olacaq onda bir-birinə yaxınlaşma? Azalan təcillə, artan təcillə yavaşlayan. Bəli. A potensial enerjinin əks işarə ilə dəyişməsinə bərabər. Bura qaranlıq olmadı ki, bir şey qalmadı ki bura. Aydın oldu zaur. İndi məsələn deyirik ki, biri müsbət, biri mənfi. Bunlar bir-birinə yaxınlaşsa nə olacaq? Sürətləri belə yönəldiyi üçün qüvvələr də belə yönələcək. Onda rahat şəkildə deyə bilərik ki, bizim yaxınlaşırlar, sürət artacaq. Sürət artdığı üçün bizim kinetik enerjimiz artacaq.
Onların potensial enerjisi azalacaq, iş artacaq, yenə yaxınlaşırlar, qüvvə artacaq və təcil yenə artacaq. Bu dəfə, yəni bir dənə potensial enerjimiz, baxın, burada azalmış olur. Potensial enerjinin azalmasını da qarşıda, potensialı keçəndə də orada da müşahidə edəcəksiniz ki, bəs potensialın içərisinə girəndə orada onu görmüş olacaqsınız ki, nə üçün artdı və yaxud da ki, azalmış oldu. Dielektriklər. Dielektrik nüfuzluğu. Dielektrik nə idi uşaqlar? Elektriki keçirtməyən və ya keçiriciliyi zəiflədən sistemə biz dielektrik və ya dielektrik nüfuzluğu deyirik də. Necə? Maqnit olsaydı, bəlkə sumkanızda zaten maqnit zat çıxar. Hə. Elə bilin ki, uşaqlar, dielektrik nədir? Məsələn, tutaq ki, 2 dənə yüklü zərrəcik var. Bunlar bir-birlərini yaxşı cəzb edirlər. Və ya 2 maqnit var. Bunlar bir-birini yaxşı cəzb edirlər. Və yaxud da ki, yaxşı bir-birlərini itələyirlər. Hə? Bunu deyirsən? Yox, lövbə də olsun, lövbə asanız qaldırsın. Yox, düz deyir. Düz deyir. Məsələn, tutaq ki, baxın. Yox. Məsələn, tutaq ki, 2 maqnit bir-birini yaxşı cəzb edir. Yəni, bu maqnitdir, bu da dəmir. Tutaq ki, qəbul edək ki, əvvəlcə bunlar bir-birini yaxşı cəzb edirlər. Yaxşı cəzb edir. Sonra biz bunun önünə əvvəlcə tutaq ki, deyirəm ki, məsələn, deyəm, hansı tərəfidir yaxşı cəzb edən tərəf? Hə. Yenə də bunlar bir-birini cəzb edir. Bu dəfə dəftər arasında, vərəq arasında tuta bildi də. Mən biraz bu vərəqin qalınlığını artırım. Yenə də saxlaydı. Hə? Yox. Sən bir yenə də qatlayaq, bir dənə də baxaq görək bəlkə bunlar. İndi elə bir ki, cazibə zəiflədi. İndi biz buna uşaqlar, eyni ilə dielektrik kimi baxa bilərik. İki yüklü zərrəcik bir-birini cəzb edirdi. Arasına birinci bir maneə qoyduq, yəni dielektrik qoyduq. Baxdıq ki, zəiflədi, amma o qədər zəifləmədi. Amma zəiflədi. Nə qədər zəiflədi? Kağızın dielektrikliyi qədər azaldı. Arasına biraz daha qalın kağız qoyduq. Baxdıq ki, biraz da azaldı. Arasına daha qalın kağız qoyduqda görürük ki, onların cazibəsi lap minimala düşdü. Nə qədər düşür? Bax, bu kağızın qalınlığı və ya da dielektrik deyəcək də ona. Dielektrikliyi qədər azalmış oldu. Onda bizim üçün dielektrik nüfuzluğunu epsilonla işarə edir uşaqlar, bərabərdir. Y0 bölünsün Y və ya epsilon bərabərdir. F0 bölünsün F kimi qəbul edə bilərik ki, bu vakuumdakıdır, bu da mühitdəkidir. Mən buradan Y-ni tapsam, olur Y0 bölünsün epsilondur. Yəni deyirik ki, bizim mühitdəki intensivliyimiz vakuumdakından dielektrik qədər azdır. Azalır. Azalda gedir. Məsələn, deyir ki, 2 yüklü zərrəcik bir-birlərini F qüvvəsi ilə cəzb edirdilər. Onları biz götürüb mayenin içərisinə daxil etsək, cazibə necə dəyişər? Aydın. Mayenin dielektrikliyi nə qədərdirsə, o qədər cazibə azalacaq. Aydındır. Nə qədər? Hər hansı bir maye dediyiniz müxtəlif mayələr var. Nə qədər azalacaqsa, o qədər azalacaq. Və ya deyək ki, 2 dənə yüklü zərrəciyimiz var idi, Q1, Q2 yüklü zərrəciklərimiz var idi. Suyun içərisində. Suyu buxarlandırdıqdan sonra onların cazibəsi necə dəyişəcək? Su buxarlananda bunun dielektrikliyi yox olacaq. O da verəcək də suyun buxarlanması. Məsələn, deyəcək ki, mayenin
elektrikli məsələn 27. 27 dəfə su yoxa çıxanda 27 dəfə bunların cazibəsi artacaq. Aydındır. Daxil etdik və ya çıxartdıq. Heç bir fərqi yoxdur uşaqlar. Elektrik sahəsində görülən iş, yükün hərəkəti zamanı görülən iş. Biz bunu birinci sahədə yenə baxacağıq uşaqlar. Bu bizim intensivlik xətlərimizdir. Qeyri-biznesdə də olur. Qeyri-biznesdə də olur. Bizim hər hansı bir yüklü zərrəciyimiz var. Fərq etməz. Müsbət yük ola bilər, mənfi yük ola bilər, fərqi yoxdur. Bir A nöqtəsindən bir B nöqtəsinə kimi onun yerini dəyişəcək. Bir D məsafəsi qət edəcək, A nöqtəsindən məhz B nöqtəsinə gələcək. Aydındır. Tutaq ki, yükümüz yazmışıq ki, müsbətdir. Bəli, müsbət yükdür. Bunun qüvvəsi bu istiqamətdədir. Yer dəyişməsi də bu istiqamətdə olacaq. Buradan bura onun yerini dəyişəcək. D ilə yazaq yer dəyişməsini. Yer dəyişməsi də məhz bu istiqamətdədir. İşin düsturu nə idi? A bərabər idi. F vurulsun S kosinus alfa və yaxud da ki, D kosinus alfa. Kosinus hansı idi uşaqlar? Amma buradan bura heç bir gəlib bunun yer dəyişməsidir. Bu D onun yer dəyişməsidir. Ola bilsin ki, bizim burada məsələn A nöqtəsindən çıxıb B nöqtəsinə gələr. Burada bizim yer dəyişməmiz, burada alfa bucağımız. Ona görə biz əsas baxacağımız bu hissədə bu bitişik tərəf kosinus tapılır da, onu bilirsiniz. Ona görə məsələn burada biz ona kosinusdan deyirik. Olur nə? FD kosinus alfa. F'imiz də QY olduğu üçün nə olacaq? QYD məhz kosinus alfa düsturuyla necə gedir? Onu müxtəlif məcbur apara bilərik. Müxtəlif şəkildə yönləndirə bilərik. Əslində iş 90 dərəcə olsa 0. Aydındır? Yəni kosinus qədər olsa get-gedə azala gedir. Yəni ona görə kosinusu bizə verir. Yəni onda belə çıxır ki, onsa bizim bax bura mənfidir. Bax bura müsbətdir. Gəlin başqa birisini çəkək. Məsələn bax bunlar mənfidir. Bax bura müsbətdir. Məsələn burada bizim bir dənə müsbət yükümüz var. Bunun qüvvəsi sağa yönəlir. Qüvvəsi sağa yönəlir. Amma mənim bunun yer dəyişməsini bunu yuxarı apara bilərəm. Yəni D-sini yuxarı apara bilərəm. 90 dərəcə təşkil etdiyi üçün burada artıq iş sıfırdır. Çünki hərəkət etməyəcək yəni. Və ya bu ümumiyyətlə elektrik sahəsinə daxil olan yüklü zərrəcik perpendikulyar daxil olursa, necə hərəkət edirdi? Bərabər şəkildə hərəkət edirdi yəni. Paralel daxil olduğu zaman yeniləşən, yavaşlayan, bərabər yeniləşən. Amma perpendikulyar daxil olursa bərabər şəkildə hərəkət edirdi yəni. Bax bu zaman nə olacaq? İşimiz məhz burada avtomatik olaraq 0 qiymətini almış olar. İndi işin artıb azalmasında siz bilirsiniz ki, iş nə vaxt artır? Qüvvə ilə yerləşmə eyni istiqamətdə olanda iş artır, əks istiqamətdə olanda iş azalır və s. Bunları sizin bayaqları biz burada əslində bunlara aid baxdıq. Elə istəyirsə bunun üzərindən də mən sizə demiş olam ki, burada işin artıb azalmasını məhz burada görmüş olarsınız. Baxın, burada sağa doğru hərəkət edir. Qüvvə ilə yerləşmə eyni istiqamətdə olduğu üçün burada iş artacaq. Burada iş nə edəcək? Azalacaq. Çünki qüvvə ilə yerləşmə necə yönəldilər? Əks istiqamətdə məsələn. Ona görə iş azalacaq. Aydındır? Baxın, buna görə iş azalacaq. Yəni, onlara xüsusi diqqət yetirə bilərsiniz. Başqa nəyimiz qaldı uşaqlar? Bizim işdən əlavə deyəcəyimiz bizim üçün burada potensial hissəsi var. Onu da deyirəm, bəlkə bir 5 dəqiqə, 10 dəqiqə sonra rahat o potensial hissəsinə baxaq. Çünki